Son illər ölkədə gedən sürətli iqtisadi inkişafı Lənkəran şəhərinin timsalında da aydın görmək mümkündür. Bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. Təsadüfi deyil ki, son 10 ildə Prezident İlham Əliyev Lənkərana 9 dəfə səfər edib. Bu müddətdə dövlət başçısı Lənkəranın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında bir neçə mühüm sərəncam imzalayıb. 2011-ci ildə icrasına başlanmış şəhərin su kanalizasiya sisteminin yenidən qurulması layihəsi 2 ildən sonra tamamlanmış və dövlət başçısının iştirakı ilə şəhərə içməli suyun verilməsi mərasimi keçirilmişdi. Aprelin 11-də Prezident İlham Əliyev Lənkəran şəhərinə gəldi. Dövlət başçısı Heydər Əliyev Xatirə Parkındakı Ulu Öndərin abidəsini ziyarət etdi. Şəhər İcra Hakimiyyətinin başçısı Talih Qaraşov, Heydər Əliyev Xatirə Parkında aparılan abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirdi ki, burada sakinlərin və qonaqların istirahəti üçün hər tərəfli şərait yaradılıb. Lənkəranın tarixi tikililərindən sayılan və xan evi kimi tanınan bu unikal bina Lənkəran xanı Mirəhmət xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib. Lənkərana səfəri zamanı Prezident İlham Əliyev yenidən qurulmuş muzey ilə tanış oldu. Bugün Azərbaycanda bütün sahələrdə olduğu kimi mədəniyyət sferasında da əsaslı dəyişikliklər baş verməkdədir. İndi paytaxtla yanaşı regionlarda da mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Bugün mədəniyyət xadimləri, incəsənət adamları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Prezident İlham Əliyev Lənkəranda olarkən əsaslı şəkildə yenidən qurulan mədəniyyət mərkəzində yaradılan şəraitlə tanış oldu. Mədəniyyət mərkəzində ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Lənkərana səfərlərindən və ölkədə mədəniyyətin inkişafına göstərdikləri qayğına bəhs edən fotostent yaradılıb. 3 mərtəbəli bina ən yüksək səviyyədə, həm də müasir üsulda təmir edilib. 550 yerlik akt zalında Lənkəranın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin Respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hər tərəfli şərait yaradılıb. Prezident İlham Əliyev mərkəzlə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Güzel hadisədir bugün. Lənkəranda mədəniyyət mərkəzi əsaslı təmirdən sonra açılır. Gözəl hadisə münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Çox şadam ki, bu bina yenidən qurulub, bərpa edilib. Bildiyiniz kimi 70-ci illərdə tikilmişdir və təmirə ehtiyacı var idi. Hal-hazırda bu ən yüksək səviyyədə tikilmiş bir mədəniyyət mərkəzidir. Son vaxtlar Cənub bölgəsində, xüsusilə Lənkəranda infrastruktur layihələrinin icrası sürətlə aparılmışdır. Bugün demək olar ki, əsas infrastruktur layihələri icra edildi. 2 il bundan əvvəl şəhərə içməli suyun verilməsini qeyd etmişik. İndi mənə verilən məlumata görə tam şəkildə şəhər içməli su ilə təmin edilibdir. Qazlaşma sürətlə gedir, şəhər tam qazlaşır və rayon əhalisinin oradasa 80% artıq təbii qaz alır. İlin sonuna qədər 100%-a yaxın bir rəqəm ortaya çıxacaq. Bugün eyni zamanda Lənkəranda yaradılan yeni kənd təsərrüfatı layihəsinə də mən fikir verdim, tanış oldum. Bu da bir yenilik olacaq. Xarici mütəxəssislərin dəstəyi ilə burada müasir deməli, texnologiyalar əsasında meyvə bağları salınır. Və əlbəttə həm rayon iqtisadiyyatına, eyni zamanda Lənkəranın ixrac potensialına da müsbət təsir göstərəcək. Çünki biz çalışmalıyıq ki, bundan sonra maksimum dərəcədə öz təbii imkanlarımızdan istifadə edək. Təbrik edirəm və yeni uğurlar arzulayıram. Dövlət tərəfindən bütün sahələrdə olduğu kimi uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərilir.
Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi töhfə verir. Prezident İlham Əliyev Lənkəranda yeni inşa olunan uşaq bağçasının açılışında da iştirak etdi. Uşaq bağçasının inşasına 2013-cü ilin dekabrında başlanıb və yüksək keyfiyyətlə həyata keçirilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bugün uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində ölkəmizdə qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Kənd təsərrüfatının inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Lənkəran şəhərinin səfəri çərçivəsində Prezident İlham Əliyev yeni yaradılan Gilan Agro-Sitrus təsərrüfatı ilə tanış oldu. Bildirildi ki, yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə Gilan Agro şirkəti tərəfindən Cənubi Koreya Respublikasından gətirilən 20 min ədəd Halambok sitrus meyvəsinin ağacları əkilib. Ölkəmizin yol nəqliyyat strukturunda baş verən əsaslı dəyişikliklər regionlarda da özünü biruzə verir. Bu proses Lənkəran rayonunda da geniş vüsət alıb. Rayondakı Liman, Nərimanabad, Balıqçılar avtomobil yolu tamamilə yenidən qurulub. Prezident İlham Əliyev Liman, Nərimanabad, Balıqçılar avtomobil yolu ilə tanış oldu. Dövlət başçısı avtomobil yolunun sxematik planına da baxdı. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Yolun inşası zamanı ən müasir texnoloji üsullardan istifadə edilib. Lənkəran şəhəri bugün müasir inkişafı ilə da ölkəmizin həyatında özünə məxsus yer tutur. Bu diyar ayrı-ayrı dövrlərə aid olan dəyərli maddi mədəniyyət nümunələrini günümüzə qədər gətirib çıxarmışdı.